Mən gəldim. Necəsiniz qızlar? Bu gün vlog çəkməyəcəm. Daha doğrusu təmizlik vlogu çəkməyəcəm. Bu gün gəlinimizin ad günüdür və hazırlaşıram. Biraz ortalığa əl gəzdirirəm. Kargo gəlirdi. Onu götürüb sonra evdən çıxacağam. Aherbdən vitaminlər sifariş eləmişdim. Dedim elə onu götürüm, ondan sonra çıxım. Zəngilədilər ki, gəlibdilər. Ona görə düşdüm aşağıya onu götürməyə. Bu gün gəlinimizlə bir yerdə maraqlı bir gün keçirəcəyik. Dedim elə hamısını bir yerdə çəkim, sizinlə bir yerdə paylaşım, siz də baxasınız. Qızlar, artıq bir neçə ildir ki, mən vitaminləri Aherbdən sifariş eləyirəm. Bilmirəm, bilirsiniz yoxsa yox, Amerikadan birbaşa gəlir. Çox keyfiyyətlidir və buranın qiymətinə nisbətən çox yaxşıdır, çox münasibdir və bilirəm ki də tanınmış markalardır. Hamısı da çox keyfiyyətlidir. Həm özümüzə, həm də qızıma vitaminlər sifariş eləmişəm. Multivitaminlər, selen, zink, omega D vitamini, bu cür vitaminlər sifariş eləmişəm. İnşallah gələn ayda magnezium və s. belə vitaminlər istəyirəm sifariş eləyəm. Birazdan gedəcəm 28 maya, oradan da Mamagilə gedəcəm. 28 mayda biraz işlərim var. Qızlar, qrip olandan sonra mənim burnum yaman göynür. Ona görə belə maska taxmışam bu istinin günündə və yollanıram 28 maya. Qızımı dünəndən aparıb qoymuşduq Mamagilə, oradaydı. Bu günlərimdə mən gedib qalacam orada bir günlük. Yoldaşım növbədədir işdə, ona görə bu gün qalacam orada, sabah gələcəm. Elə dedim bu günlərim gedəndə həm də gəlinimizin ad günüdür, onunla bir yerdə gedək. O neçə vaxt ilə planımızda var idi ki, gedək sushi yeməyə, heç cürə alındıra bilmirdik. Çünki onun özünün 3 uşağı, məndə 1 uşaq. 4-ün birdən mamanın üstünə qoyub çıxa bilmirdik hər dəfə. Amma bu dəfə dedim ki, nə olur olsun, gedib gəlimizi də götürüb aparacam ora. Gedək, gəlin baldız biraz vaxt keçirək. 28 mayda gəldim. Qızlar, bu topdan satış olan yer var dəniz vağzalının yanında. Oradan mamaya saç kraskası aldım. Həmişə buralardan alıram. Həmişə deyəndə buradan ayağım düşəndə alıram. Bir də buranı sizə göstərmək istəyirəm. Bura çox qəşəngdir. Yəni çox şey olur burada. Çox xoşuma gəlir. Bir-iki şey baxasıydım, onu da tapa bilmədim. Sonra burada gördüm həm dipçək gülləri var, həm belə çöl üçüncüllər var. Çox gözəl idi. Onları da çəkdim sizə göstərəm. İstəsəniz buradan ayağınız düşsə baxa bilərsiniz və kraskanı alıb yollanıram Mamagilə. Mamagil keçən dəfə də demişdim, burada Ağşəhərdə yaşayırlar. Burada gəlinimizi götürdüm və yollanırıq Həzəslanovda. Sushi fərəyə. Burada da qısa özümüzü göstərdim. Çox olmaz bir damcı. Burada Həzəslan metrosunun yaxınlığında yerləşir Sushi fərə. Çox dadlıdır. Mən podruqam gəlirdi bura. Mən başqa yerdən həmişə sifariş eləyirdim. Bura elə onlara yaxın idi deyə dedim qoy bu dəfə buranı yoxlayım, görüm necə alınır. Amma həqiqətən də gəlməyimizə dəydi. Çox dadlı idi. Burada sizə menyuları göstərirəm. Biz Oasis set seçdik. Amma cürbəcür setlər də var idi. Həm böyük, həm kiçik. Orta set idi bizim seçdiyimiz. Və mən səhər yeməyimi yeyib gəlmişdim deyə çox yeyə bilmədim. Halbuki ac olsaydım, yəni orada bir 25-26 dənəsini nağd özüm yemişdim. Mənim qızım da, mən də sushi dəhşət çox sevirik qızlar. Ona görə hər ay çalışıram ki, qızıma da, özümə də alam yeyək. Burada gəlin baldız günü qeyd eləyirik və əylənirik, söhbət eləyirik, biraz dedikodlar yapıyoruz. Nə qədər də deyib gülsək, bilirəm ki, həm onun, həm də mənim ürəyimiz qalıb uşaqların yanında. Çünki uşaqların 4-ünü də verdik, mamaya çıxdıq. Mama da həftənin 2 günü evdə olur və o da biraz deyinir arada bir biz harasa çıxanda. Əslində onu da başa düşürəm. Deyir, mənim də bir həftə sonum var. Yəni mən də dincəlmək istəyirəm, amma nə bilim də həmişə vermirik də, bizdə arada bir olur. Ona görə bu dəfə sağ olsun bizi yola verdi. İkimiz də elə çox ac deyilik deyə yeməyimizdən qaldı və götürüb evə gedirik. Elə olar ki, pulum verək qalsın orada. Götürdük, evə yollanırdıq. Sonra gəlinimiz dedi ki, uşaqlara şalvar baxasıydı. Ona görə yollandıq burada Hello Baby-yə. Buradan tapa bilmədik, getdik başqa mağazadan aldıq. Amma içərini sizə çəkmək istədim. Qızlar, çox münasib qiymətə paltarlar var burada. Nə gözəldir. Mən ilk dəfədir buranı görürəm belə. Çox gözəl. Həm məktəb paltarları, həm gündəlik paltarlar. Yəni həm münasib qiymətə, həm keyfiyyətlər də yaxşı, qəşənglər də var idi, münasib qiymətə də var idi. Burada
burada sizlərə çəkmək istədim. Keçən dəfə LCY2-dən videolar çəkdim. Xanımın bir ikisi yazmışdı ki, orada qiymətlər görsənmir. Mən videonu siz yorulmayasınız deyə biraz sürətdə eləyirəm, amma əlbəttə siz istəsəniz videonu ayarlardan daha zəif sürətlə eləyib oradan baxa bilərsiniz. Burada hər qiymətə qızlar məktəblər üçün paltarlar var idi. Baxın 7-8 manata məktəb jaketləri belə var idi. Yəni materiallar da çox normal idi. Bunu sizə çəkdim. Görün nə gözəldir. Və hər rəngdə var. Hər formada var. Bu cür köynəkləri də var idi. Əməlli başlı baxıram ki, mağazanı reklam eləmişəm də. Həqiqətən də amma qiymətlər çox yaxşı idi. Ona görə çəkdim sizlərə də göstərim ki, yararlanasınız və buradan qayıtdıq evimizə. Burada biz qayıdan kimi uşaqlar da qaçır üstümüzə. Da elə bilirlər ki, mamaları gedibdi nəsə almağa, iş görməyə. Da demirlər ki, mamaları restoranda oturmağa gediblər, yeyib içməyə gediblər. Nəsə bildirmədik bizdə. Kirayla oynadı. Fakir olmuşdu. Dur baxım, dur baxım. Dur diyelim. Ama istemem. Dur. Telefonu ben götürdüm. Gittik markete. Alışverişler aldık böyle. Ondan sonra da tunga yandırdık, cin çağırdı. Və burada axşamüstü olur. Mama borş pişirmişdi. Ondan yedim. Çox dadlı olur mamanın borşu. Və axşam oldu. Atam gəldi. Atamla mən eyni ağıldayıq da. Atam gəldi və qardaşımın balaca oğlunu mahnı qoşub oynatmağa çalışır. O da çox sevir oynamağı. O da bizə oxşuyub. Burada da mama altını qaldırır ayağa ki, ayağa dursun, yerisin. Uşaq da yeriməklə arası yoxdur. Neysə, biraz burada oynaşırlar, eləyirlər. Sonra mən də biraz çay içirəm. Mama mənim üçün nar gətirdi ki, biraz ye. Mən meyvə ilə elə də çox aram olmasa da biraz oradan-buradan yedim. Və burada qalxıram ikinci mərtəbəyə, gəlinimizin otağına, evinə deyim. Burada mamanın pişirdiyi piraşkini göstərirəm qızlar. Mən o piraşkini dəhşət çox sevirəm. Yəni təndirdə satılan, nə bilim, o başqa adamların elədiyi piraşkilər başqa, bu piraşki tamam başqadır da dadı mənim üçün. Hətta mamaya deyirəm arada bir xəmir eləsin, mənə versin, mən də evdə eləyim. Allah'a kurban. Allah, bunlar ne güzeldiler. Dünyanın en güzel payı bunlar. Altında. Biraz nəvə bala sevələşəndən sonra, biraz da uşaqlar oynayandan sonra hazırlaşırıq yatmağa. Eller ataklarına kata mercimen yapıp şey bunlara çok rahat bakmadan çıktı. Və səhər açılır, yoldaşım gəlir, bizi götürür, gedirik qaynanam gilədə dəyək, ondan sonra axşam evimizə qayıdaq nəhayət. Gəldik bura, qaynatam da əkizlər bürcüdür da bu kişi, mənim kimi hər şeyin saxlayır, keçmişdən neçə əsrin burada alışqanları var, onları saxlayıb, nə bilim, cürbəcür şeylər var, onları saxlayıb, bizə göstərirdi. Yəni xasiyyətlərimizin çoxsu üst-üstə düşür. Bunu da mən o vaxtı nişanlı olanda Hindistan sərgisindən qaynanam üçün almışdım. Elə bilirdim atıb, sən də mən saxlayırmış. Belə bas, yox eləmdi. Yenə aparın. Turşu sevdiyini demədən göstər. Dəhşət çox sevirəm. Qaynanam da bilir ki, turşunu çox sevirəm. Gətirdi, boşqabı doldurdu. Turşumuzu yedik, yeməyimizi yedik, çayımızı içdik, söhbətləşdik və gedəndə də çörək qoymuşdu bizə və xaş eləmişdi, sağ olsun. Onu da götürdük, yollandıq evimizə. Hələ ki məndən bu qədərdir qızlar. Sağ olun, hələlik.